Herkese salam. Bugün bir icra qərarı ilə bağlı danışmaq istəyirik. Məhkəmə qərarının icrası ilə bağlı. Məsələ nədən ibarətdir? Bir hüquqi şəxsin deməli törətdiyi inzibati xətaya görə onun barəsində məhkəmə qərarı çıxır ki, X MMC filan məbləğdə cərimələnsin. Bura kimi hər şey tamamdır, bura kimi hər şey normaldır. Şirkət cərimələnə bilər, qanun vericisidə nəzərdə tutulub bu. Amma maraqlı tərəf nədən ibarətdir? Qərar qüvvəyə minəndən bir müddət sonra deməli icra məmuru götürüb şirkətin rəhbərinin deməli öz şəxsi kabinetinə elektron mobil icra tətbiqi vasitəsilə bildiriş göndərir və ondan tələb edir ki, şirkətin cəriməsini ödəsin. Biz müraciət əsasında sənədlərə baxış keçirdik və çox maraqlı bir faktla rastlaşdıq. Məhkəmə qərarında yazılıb ki, X MMC filan qədər cərimələnsin. Amma icra məmurunun qəbul etdiyi qərarda isə göstərilir ki, şirkətin direktoru filan kəs, fiziki şəxsin adı göstərilməklə filan kəs bu cərimənin ödənilməsini təmin etsin və ona deməli könüllü qaydada vaxt verilir. Burada bir neçə problem var, hüquqi cəhətdən biz onları izah etmək istəyirik. Yəni məsələnin belə deyək, konkret MMC üzərindən baxılan tərəfi bu süjetin əsas belə deyək, mövzusu deyil. Burada yol verilən hüquqi pozuntu ondan ibarətdir ki, şirkətin direktoru şirkətin yol verdiyi pozuntulara görə birbaşa məsuliyyət daşımır. Yəni onun məsuliyyəti yalnız o halda yaranır ki, şirkətə könüllü icra üçün vaxt verilir və ondan sonra həmin vaxt ötdükdə qərar qərəzli şəkildə icra olunmur və bu halda da başqa bir inzibati xətanın belə deyək, tərkibi yaranır, başqa bir inzibati xəta törədilmiş olur. Amma ona kimi icra məmuru baxmalıdır. Bu şirkətin bank hesabında pul var, yoxdur, kassasında pul var, yoxdur, əmlakı varmı, yoxmu, fəaliyyəti varmı, yoxmu, bank hesabında nə qədər pul var. Bütün bu istiqamətlərə baxmalıdır, faktları toplamalıdır və əgər müəyyən etsə ki, həqiqətən də bu şirkətin bu cəriməni ödəməyə imkanı var, amma qərəzli şəkildə şirkətin direktoru bu cəriməni ödəməkdən yayınır, o halda bu qərarın icrası ilə bağlı müəyyən addımlar ata bilər. Amma əgər məhkəmənin qərarında göstərilibsə ki, bu qərar üzrə cavab verən şəxs, yəni barəsində inzibati icraat aparılan şəxs X MMC-dir, həmin şirkətin direktorunu heç bir halda borclu kimi göstərib onun elektron kabinetinə müraciət ünvanlanmalı deyil. Bununla bağlı biz aidiyyatı üzrə şikayətlərimizi təqdim etmişik. Yəqin ki, bununla bağlı məhkəmə qaydasında da hüquqlarını müdafiə etdiyimiz şəxsin belə deyək, hüquqlarını müdafiə etməyə davam edəcəyik. Amma istədim ki, bu halı sizinlə də bölüşüm ki, bu cür hallarla rastlaşanda məlumunuz olsun ki, orada cavab verəcək yeganə şəxs şirkətdir və həmin şirkətin əmlakı varsa, pulu varsa, cəriməni ödəmirsə, o halda direktorun məsuliyyətinə yeni inzibati icraatda, yeni inzibati qərar əsasında baxıla bilər. Hər birinizə işlərinizdə uğurlar arzu edirəm.